Deyim ki, həkimdirsə, bunun neçə sosial şəbəkəsi ümumiyyətlə olsa daha yaxşı olar. Misal üçün, Instagramda, TikTokdur, YouTube. Facebookdur. Facebook gedir aktivliyi yoxsa? Facebook 30 yaş üzəridir. Mən də 30 yaş üzəriyəm. Bu sual da bəzən gəlir. Məsələn, mən çox zaman təlimləri reklam edəndə orada reklam edirəm və oradan artıq mənə şirkət sahibi yazır. Bizdə SMM xanım və yaxud bəy var. O gəlsin sizə təlim. Artıq mən bilirəm ki, 30 yaş üzəridir. Orada yəni belə deyək də, köhnə adamlar da hansılar ki, artıq onlar şirkət sahibidirlər, yuxarı vəzifədədirlər və bizə məsəl üçün şirkət isə bizə o şəxslər lazımdır. Əgər reklam ediriksə və yaxud paylaşım ediriksə. Amma orada məsələn mən universitetlərdə seminarda onda soruşuram ki, hansı sosial şəbəkə işlədirsiniz? Ancaq Instagram və TikTokdur. TikToku da biraz qorxa-qorxa deyirlər. Bilirəm ki, var profilləri. Sadəcə ki, birdən kimsə görər, qrup yoldaşım deyər, sənin də TikTok profilin var. Amma Facebook yoxdur. Təkdir. Yəni 500 nəfər içində 200 nəfər ələn qalır ki, mən Facebookum var, o da elə belə açmışam, nəsə orada qalsın da. Ona görə 30 yaş üzəridir. Yəni biz hər hansı bir videolar paylaşanda daha çox ona fokuslanmalıyıq ki, yəni bizim bu belə deyək, Instagram və TikTokda etdiyimiz risk biraz fərqli formatda olsun ki, ora auditoriyası fərqli. Çünki onlar başa düşmür ki, bu nədir? Tez bazar danışdı 20 saniyə, başa düşmədim. Nə demək istəyir? Çünki həmin o YouTube auditoriyası biraz da Facebookdadır. Bəli. Onda siz deyirsiniz ki, Ələmdar bəy, misal üçün hər platforma üçün ayrıca kontent verməliyik. Misal olsa üçün, daha yaxşıdır. Bəli. Necə? Misal üçün biz Instagramda verdiyimiz videonu YouTube-a başqa cür verməliyik, TikToka başqa cür, amma bir kontent. YouTube Shorts olar, həmin amma bizim YouTube-da axı məsələn podkast kimi videomuz daha fərqlidir. Biz uzun, məsələn mən özüm blog kimi paylaşım edirəm, tam sosial media ilə bağlı 2 faktor və yaxud gələn suallar haqqında da. Görürəm ki, orada müəyyən adam var izləyir. Amma bilirəm ki, çox adam onu izləmir. Mən tez burada Instagramda mənə o acam, mən tez 30 saniyəlik videomu ver, çıxım gedim də. Belə bir strategiyadır. Amma baxıram ki, görürəm yazırlar DM-nə, WhatsApp-ya çoxsan siz filan mövzu haqqında geniş danışmısınız. Oturdum onu izlədim. Nə maraqlı danışmısınız. Çünki bizim auditoriya fərqlidir. Yəni insanların düşüncəsi də fərqlidir. Facebookda tamam fərqlidir. Facebookda bir növ insanlar, yəni deyirəm 30 yaş üzərində onlar bu reelsləri elə tam tuta bilmirlər ki, 30 saniyə nədir, hook nədir, call to action nədir, bunun çağırış nəyə lazımdır? Mənə bir dənə görüm, sən nə keçirsən, sən təlimçisən, müəllimsən, vəsə bitdi. Amma baxın mən Instagram, TikTok auditoriyası götürəndə topalam harsa 18-35-dir. Çünki daha çox onlar oturublar, daha çox asudə vaxtları var və yaxud subaydılar, ailə yoxdur, daha çox vaxtları var asudə ki, daha çox vaxt keçirsin. Ona görə biz onu tuta bilirik. Məsələn, bu reklamlar da belədir də, yəni biz televizor hər hansı bir verilişdə biz nə reklamı görürük? Ancaq market reklamları, mebel reklamları, hansı ki analar və yaxud nələr oturur, cehiz axtar. Çünki biz onu gətirib Instagram, TikTokda versək, amma ki, yox, mənə maraqlıdır, mənə trenddə nə var? Yəni o yaşına uyğun nə varsa onu verməyə çalışırlar da. Ona görə hər belə deyək, radionun ayrı yeri var, televiziyanın ayrı yeri var, Facebookun ayrı yeri. Ayrı olsa daha yaxşıdır, amma biz biraz daha çox biraz yığmağa çalışırıq. Yəni Instagram, TikTok eyni olsun, reelslər, YouTube Shorts da olar. Amma yenə də fərqlidir insan, yəni düşüncələri fərqlidir. Bəli. Amma onda belə başa düşürəm ki, misal üçün bizim hər gün video paylaşmağımız, misal şəkil paylaşmaq, post paylaşmaqdansa, mən düşünürəm ki, hər gün video paylaşmaq daha effektivdir. Baxır sizin vaxtınıza. Çünki hər gün eyni vaxtda paylaşılır. Yox, siz hər gün paylaşa bilərsiniz, amma sizin vaxtınız varmı onu paylaşmağa? Kontent yazıb reels çəkməyə vaxtınız varmı? O da var. Var. Bizdə bazada məsəl üçün biz layihələrimiz var ki, hansı ki biz onları idarə edirik. Deyim ki, 6 aylıq minimum müqavilə bağlayırıq. 6 aylıq bağladığımız müqavilələrdə bizim həmişə bazamızda 10-dan çox video, 15-dən çox video həmişə bazada qalır. Faydalı videolar, blog kimi yoxsa? Blog kimi. Həm faydalı, orada necədir? Biz orada bölmüşük əslində. Orada həm trend var, trend videolar salırıq, faydalı məlumat salırıq. Sonra məmnunluq salırıq, digər partnyorların məmnunluqlarını salırıq. Yəni orada bunu da bölmüşük. Amma həmişə əlimizdə baza var. Amma biz şəkil post paylaşmaqdansa video paylaşmağa daha çox üstünlük veririk. Çünki artıq trendlər bizə insanların dinləmək istəyirlər. Artıq posterə baxım hər hansı bir. Ola bilər məsələn endirim kampaniya falan bəzən gələ bilər, amma daha çox videolarda. Amma burada bir nüans var ki, bu
hər şirkət və şəxsdə dəyişir. Yəni hər gün paylaşma ehtimalı. Çünki paylaşma artıq əlində paylaşım olmayanda bir növ depressiya düşür. Hər şey yox, mən bu işi buraxıram, mənlik deyil, vaxtım çatmır, mən öz işimlə elə məşğul olum. Ona görə o depressiyaya görə biz çox şəxs və şirkətlərə tövsiyə edirik ki, hər gün paylaşmayın, planlı. Həftədə ən azı 3 dənə reels paylaşın, ən azı. Amma hər gün paylaşa bilirsə nə gözəl. Amma məsələn bunu Instagramda var, bəzi şəxslər bunu hype xatirinə ki, hər gün 3 dənə reels paylaşın, hər gün reels paylaşın. Bu hər kəsə aiddir. Yəni bunu mən həmişə adi izah edirəm ki, tutalım hər gün hamı eyni mi qida yeyir? Yox. Biri daha çox yeyir, biri az yeyir, biri orta yeyir, biri gündə bir dəfə qida alınır. Bu da elədir. Yəni düşünün ki, biz Instagram bir yemək vermiş kimi ki, insanlar orada oturub, biz onlara həm salat veririk, yemək veririk, su veririk. Bunun kimi düşünmək lazım ki, biz məhsul çıxardırıq. Yəni bu da çeşidləmə dəyişir. Məsələn, marketlərdə necədir? Süd məhsulları həftədə 2 dəfə gəlir, çörək hər gün gəlir, makaron nə bilim ayda bir dəfə gəlir. Yəni düşünün ki, bizim səhifələr hansısa bir marketə, Instagram marketdir və biz belə deyək də şirkətik və alıcılar da bizim izləyicilər. Biz onlara bizim kütləyə uyğun ki, məsələn mən hər gün bilirəm ki, faydalı etsəm, bunu bir dəfə test etmişdim. Gördüm insanlar sıxılırlar. Çünki hər gün informasiya ötürəndə insan yüklənir. Mənim kimi də bir 10 nəfər ən az izləsə bloq, oyda nə qədər məlumat ötürürlər, yoruldum bir həftə uzaqlaşım və biz həmin izləyici itirmiş olaq. Ona görə o balansı saxlamaq lazım ki, biz davamlı məlumat ötürməyə çalışırıq ki, biz hər gün reels paylaşırıq, bizi izləyin odur ki, yox, vəbşi biraz uzaqlaşın, bəlkə Instagramdan